Salam, hər vaxtınız xeyir. Deməli, 2 iyun 2024-cü ildə birinci qruplar üçün keçirilən qəbul imtahanındakı testlərin izahlarına baxırıq. Birinci sualla başlayaq. Hansı reaksiya məhlulda baş vermir? Yazaq reaksiyaları bir-bir. Məsələn, A variantında sink üstə gəlinsin sulfat turşusunun durusu. Sink metalların sırasında hidrogendən əvvəldə gələn metal olduğuna görə duru sulfat turşusundan hidrogeni çıxara bilər. Yəni sink SO4 və H2 əmələ gələr. Bu gedən reaksiyadır. Bu olmadı. B variantında yenə eyni qayda ilə sink xlor turşusundan reaksiya aparılıb. Sink xlor 2 və H2, yəni də hidrogen buradan ayrılacaq. B də gedən reaksiyadır. C-də sink xlor 2 üstə gəl natrium hidroksid qələvisi. Burada nə baş verəcək? Sink xlorid həll olan duzdur. Duzdur, özü də həll olan duzdur. Üstə gəl sink də qüvvətli metal deyil deyə sink qələbidəki OH-a birləşib çöküntü əmələ gətirəcək. Olacaq sink OH2-nin çöküntüsü və natriumdan da xlor birləşəcək. Əmələ gələcək natrium xlorid. Çöküntü alındığına görə bu reaksiyada baş verəcək. D variantında dəmiri sərbəsti birinci yazırım, sonra sink xlor 2 yazdım, yerlərini dəyişdirdim. Bir əhəmiyyət yoxdur, onsuz da eyni reaksiyadır. Metalların sırasında dəmir sinkdən sonra gəlir. Ona görə dəmir buradan sinki sıxışdırıb çıxara bilməz. Getməyəcək reaksiya. Cavab olacaq D variantı. Yeni də yazsaq, görsünüz, yenə sinki əvvəldə yazdım. Plümbum NO3-2. Metalların sırasında sink plümbumdan əvvəldə gəlir. Ona görə plümbumu çıxaracaq, alınacaq. Sink NO3-2 üstə gəlinsin plümbum. Bu da baş verən reaksiya olacaq. Ona görə cavab olacaq yenə də D variantı. Bu nömrə 1. İkinci misala baxaq. Hansı halda kimyəvi hadisə baş verir? Birincidə nömrə 2 yazırıq. 1. Kalium permanganatın parçalanma tənliyi keçmişdir oksigenin alınmasında. Kalium permanganatı qızdıranda əmələ gəlir kalium 2 mangan O4. Buna kalium manganat deyirdik. Mangan O2, yəni mangan 4 oksid və oksigen. Bu kimyəvi reaksiya baş verir burada. İkincisində silisium O2 qumun əsas tərkibi idi, danışmışdıq, su ilə reaksiya getmirdi. Baş verir deyilsə, 2 baş vermədi, 1 baş verdi. Üçüncüsü natrium 2O qüvvətli metalın oksididir. Qüvvətli metalların oksidləri su ilə birləşmə reaksiyasına daxil olub qələbə əmələ gətirir. Deməli, 3 də kimyəvi hadisə baş verəcək. 4-də isə yodu qızdırıblarsa, yod nə edəcək? Yodu qızdıranda sublimasiya edir. Nədir sublimasiya? Yod bərk halından keçir bir dəfəyə qaz halına. Bu artıq fiziki hadisədir. Demək, 4 kimyəvi hadisə olmayacaqsa, cavab qalar 1-3, yəni C variantı. Üçüncü misala baxaq, nömrə 3. Reaksiya verilib, əmsalları ABCD ilə göstərilir. Biz ABC yazmadan yazacaq, sonra əmsallaşdırarıq. Demək, H-xlor O3 üstə gəlinsin H2S. Əmələ gətirir H-xlor üstə gəlinsin H2SO4. Tənliyi əmsallaşdıraq, ABCD-nin nə olduğunu tapaq. Yəqin ki, əmsallaşdırmağa oksigendən başlayacaqsınız. 3 oksigen, bu da 4 oksigen. Ortaq məhrəc 12 yazsaq, seçsək daha doğrusu. 4 yazarıq H-xlor O3-ün qarşısına, 3 yazarıq H2SO4, oksigenlər bərabərləşdi. 4 H-xlor yarandısa, bura bu 4 yazarıq. 3, 2-nin 6H yarandısa, burada bir 3 yazanda S də bununla bərabərləşəcək. İndi oradakı reaksiyada verilən hərfləri də yaza bilərik. Deməli, burada A verilmişdi. Yazıram, bax, burada A 4-ün yerindədir, B 3-ün yerindədir, C 4-ün yerində, D də 3-ün yerindədir. Doğru olanları müəyyən edin. Oksidləşdiricinin əmsalı 4-dür. İndi oksidləşdiricini tapaq.
Oksigen mənfi 2, H-a müsbət 1 yazanda xlora qalır müsbət 5. Cəm 0 eləməsi üçün S mənfi 2, hidrogen müsbət 1, xlor mənfi 1, hidrogen müsbət 1, oksigen mənfi 2, H müsbət 1, S-ə qalır müsbət 6. Oksidləşdirici, bax, xlor müsbət 5-dən gəlib mənfi 1-ə. Buna deyilir oksidləşdirici. Oksidləşmə dərəcəsi azalan. Deməli, H-xloro4 oksidləşdiricidir. Və əmsalı 4-dür. Bax, 4 var əmsalında. Deməli, 1 doğru cavabdır. Reduksiya edici yəqin ki, S olacaq. Burada mənfi 2-dən gəlir müsbət 6-ya. Baxın, buradan belə göstərirəm. Onda H2S reduksiya edici olacaqsa, bunun əmsalı 3-dür. Burada mı yazıb 4-dür? Onda bu səhvdir. Öz-özünə oksidləşmə reduksiya reaksiyası deyil. Çünki burada həm kükürt dəyişib, həm də xlorun oksidləşmə dərəcəsi dəyişib. Öz-özünə oksidləşmə reduksiya reaksiyasında bir element bir haldan 2 hala dəyişirdi. Buradan belə bir hal yoxdur. Demək, öz-özünə deyilmiş. A ilə B-nin cəmi A 4-dür, B də 3-dür. B yazmayaq da 3 yazaq. Bərabərdir C-yə, bu da bərabərdir D-yə. Burada belə bir şey yoxdur. A ilə B-nin cəmi 7 eləyir. C burada amma 4-dür. 7 4-ə bərabər olmaz. Deməli, A da 4 də səhvdir. Və burada cavablarda problem yaranır. Bu mənim texniki səhvimdir. Testi hazırlayanda işarə səhvi, bu duruq işarəsi deyil, nə deyə burada səhv eləmişəm. Burada nə olmalıdır axırıncıda? Bunu buradan silirəm. Bunu da buradan silirəm. A üstə gəlinsin B bərabər C üstə gəlinsin D olmalıydı. Çünki 4 ilə 3-ün cəmi 7 eləyir. C də burada 4-dür, D də burada 3-dür. Elə o da C ilə D-nin cəmi, bu da 7 eləyir və cavab 1-4 alınır. Çünki başqa cavabda yox idi. 1-4 eləyəcək Y variantı. Orada texniki səhv baş verib, amma düzəltdik. Dördüncü misala baxaq. Nömrə 4. Tam neytrallaşma reaksiyasına daxil olan maddələr. Fikir versəz, bu sualdan bundan qabaq 2 yerdə görmüşdük. Demək, tam neytrallaşmaya daxil olan maddənin biri sulfat turşusudur, biri də kalium hidroksiddir. Tam neytrallaşma deməkdir ki, turşunun hidrogeni ilə əsasının OH-ı bir-birinə bərabər olmalıdır. Sulfat turşusunun 1 molunda 2 mol hidrogen varsa, qələvəyə də 2 mol yazım ki, bu da 2 mol OH olsun. Yəni, tam neytrallaşsınlar. Əmələ gələcək kalium 2SO4 və su. Suyun da əmsalı 2 olacaq, tənli bərabərləşəcək. Bunları silək. Deməli, molyar qatılıqlar, yəni C-ləri bərabər verilib. A verilib. C də nəyə bərabər idi? Nü bölünsün V-yə. Həcmlərini axtaracaq. C bərabərdirsə, onda nü ilə V düz mütənasib asılıdır. Düz mütənasib asılıdırlarsa elə sulfat turşusunun üzərinə 400 yazsam, qələvəyə də X yazsam, sulfat turşusuna 1 mol yazıb, qələvəyə də 2 mol yazanda X bərabər olacaq 800. O da eləyəcək Y variant. Yəni, belə də həll edə bilərsiniz. Çünki molyar qatırlar bərabər verilib, onda nü ilə V düz mütənasib asılıdırsa elə yuxarılarında V-lərini, aşağılarında nü-lərini yazıb, mollarını yazıb cavabı tapmaq olar da. X olur 800. Növbəti misal nömrə 5. Görək 5-də nə soruşur. Doymuş bir əsaslı karbon turşusunun natrium duzu. Doymuş bir əsaslı karbon turşusunun natrium duzunu yaza bilərik CnH plus 1 COO natrium kimi. Yəni, biz bura H yazmasaq, daha da natrium yazmasaq, yerinə H yazsaq, bu doymuş bir əsaslı karbon turşusunun ümumi formuluydu. H-ı silib yerinə bir valentli metal natrium qoyanda olur duzu, natrium duzu. Və bunun da tərkibində bir natrium atomu var. Bizə deyir ki, duzun 9,6 qramında, bu duzun hamısı 9,6 qram verilib, 2,3 qram natrium var. Yazıram üstündən 2,3 qram. Aşağıda natriumun nisbi atom kütləsi 23 yazıram. Turşunun molyar kütləsini tapmaq üçün CnH2-in 14N idi plus 1 burada var, natriumda 23 var, oldu 24, yazdım buraya 24.
COO, yəni CO2, bu da 44-dür. Cəmi edir 68 və belə bir tənasüb yaranır. Bunlar ixtisar, üzr istəyirəm, oldu. Bunlar ixtisar getsə aşağıda qalacaq 10. 10 vergili buradan aparacaq, o 96 eləyəcək. 14n plus 68 bərabər 96. 14n bərabər 28, n eləyəcək 2. İndi bizə deyir ki, turşu molekulunda neçə karbon atomu var. N2 tapan kimi cavabı tapmağa qaçmayaq. N2 tapdıq. Bu N2 gətirib bax burada yerinə yazsaq, 2 karbon yaranacaq burada. Amma bir karbon da bax burada var. Onda cəmi karbonların sayı eləyəcək 3. Yəni C variantı. 6. Dəm qazının formulunu göstərin. Dəm qazının formulu CO idi. Karbon qazanmaz CO2 idi. Bizə dəm qazını soruşursa cavab olacaq CO. 7-ci misala baxırıq. Nömrə 7. Karbhidrogen alkadiyen verilib. Alkadiyen CnH2-2. 1 molun tam yanmasına alınan maddələrin mol miqdarı. Alkadiyeni yandırsaq, əmələ gəlirdi M mol karbon qazı, N-1 mol su. Bizə deyir ki, karbon qazı N üstəgəl 1 alınıb. Bu zaman su nə qədər alınacaq? Karbon qazı bizim gördüyümüz tənliyə görə N mol alınıb. Biz amma N üstəgəl 1 deyirsə, yəni karbonun sayı 1 vahid çoxdur deməkdir. Onda bu N'in yerinə N plus 1 qoysaq, bax bu N'in yerinə N plus 1 qoysaq, buradakı N'in də yerinə N plus 1 yazmalıyıq. N plus 1 minus da 1 yazanda qalacaq onda N mol su. Cavab eləyəcək A variantı. 8-ci misal, nömrə 8. Hansı maddənin nisbi molekul kütləsi daha böyükdür? Bu maddələrin formullarını bilmək lazımdır. Formullarını bilməsək belə, bilmək lazımdır. Bilməsək necə tapacaq? Üzvüdən az-çox anlayışımız var yəqin ki. İzopiren 5 karbon saxlayır, alkadiyendir. İzobutan 4 karbon saxlayır. Heksan 6 karbon saxlayır, doymuş karbon alkandır. Vinil asetilin 4 karbon saxlayır, benzol da 6 karbon. Bunların formullarını yazmaq lazımdır onda. Benzol C6H6. İzopiren C5H8. Heksan C6H14. Vinil asetilin C4H4, Y variantı da edir izobutan. İzobutan yəni butan izomeri C4H10. Daha böyükdür kütləsi. Kütləsi daha böyük, karbonları çox görsənən daha çox böyük ola bilər. Baxın, 6 karbon burada var, 6 karbon da burada var. Amma C6H14-ün hidrogenləri C6H6-dan çoxdur deyə cavab demək olacaq C variantı. Daha ağır, daha kütləsi böyük olan C olacaq. Yəni, heksan doymuş karbhidrogendə hidrogenləri daha çoxdur. 9. Hansı reaksiya üzrə xlor alınmır? Xlorun alınma tənliyi var idi. Bax, yazıram buranı 9. Nömrə 9. Xlor almaq üçün manqan O2, kalium permanganat, kalium xlor O3, kalium 2, xrom 2, O7. Sonra var idi kalium 2, xrom O4. Sonra var idi kalsiyum, xlor O2. Bax, bu maddələrin hamısını H-xlorla reaksiya aparanda xloru alırdıq laboratoriyada. Fikir versin, bu maddələrin hamısı məsələn A-da var, C-də var, Y-də var, D-də də var, bir dənə B-də yoxdur. Bəs B-də nə alınacaq? Bax, B bəndini buradan yazıram. Kalsiyum oksid, çox səliqəsiz yazdım. Kalsiyum oksid, üzərinə gəliblər H-xlor. Bu, adi oksidlə turşunun reaksiyasıdır, əsası oksidlə turşu, kalsiyum, duz və su əmələ gətirəcək. Buradan xlor qazı alınmayacaq, cavab olacaq elə B variantı.
Nömrə 10. Azot üçün nə doğrudur? Azot yəni N2. Quruluş formulda N 3 qat rabitə N idi. Litiumla adi şəraitdə reaksiya daxil olur. Bu azotun kimyəvi xassəsi idi. Bəli. Litiumla azot adi şəraitdə reaksiya daxil olub. Litium 3N əmələ gətirir. Bir doğrudur. Oksigenlə adi şəraitdə reaksiya daxil olur. Azot üstəgəl oksigen bu reaksiya atmosferdə şimşək çaxanda baş verirdi. NO yaranırdı. Bu adi şərait deyil. Molekulda 3 kovalent rabitə var və yazmışıq burada. Görürsünüz 3 dənə kimyəvi rabitə var. Özü də azot qeyri-metaldırsa rabitələr kovalent rabitədir. Onda bu doğrudur. Təbiətdə yalnız birləşmə şəklində səhvdir, çünki havada həcmcə 78% azot var idi. Yəni sərbəst azot var, yalnız birləşmə səhvdir. Doğrunu axtarırdıqsa 1 ilə 3 B variantı eləyəcək. 11-ci misal, nömrə 11. Hansı qazlar normal şəraitdə sıxlıqları eynidir? Normal şəraitdə sıxlığı eyni olan qazlar emerləri, yəni molyar kütlələri eyni olan qazlardır. Biz onları axtarmalıyıq. Molyar kütlə bərabərdirsə, sıxlıqları da bərabərdir. Bu, məncə C variantı eləyəcək. Çünki C variantında CH6-nın emerini tapsaq, 24-dən 6 eləyir 30. NO-nun da emerini tapsaq, 14-dən 16-nın cəmi, bu da 30 eləyəcək və sıxlıqları bərabər olacaq. Yerdə qalan hansına baxsanız, orada emirlər müxtəlif olacaq. Onların da sıxlıqları müxtəlif olacaq. 12-ci misal. Hansı halda duru sulfat turşusu götürülür? Bu sulfat turşusunun xassəsində var idi. Biz onu izah eləmişdik nəzəri hissəsində, testlərində. Əgər reaksiya zamanı H2 alınsa, reaksiya zamanı FeSO4 alınsa, reaksiya zamanı xrom SO4 alınsa, bu turşun duru olduğunu göstərirdi. Bu da bax, D variantında bu H2 alınan reaksiya var. 13-cü misal, hansı reaksiyada dəmir 2 müsbət, dəmir 3 müsbətə çevrilməsi prosesi baş verir? Bu, dəmir hidroksidin getdikcə, nömrə 13, dəmir hidroksidin, feryum OH2-nin zaman keçdikcə qonurlaşması reaksiyası idi. Feryum hidroksid su və oksigenlə reaksiya daxil olanda əmələ gətirirdi feryum OH3. Dəmir burada 2 valentdən gəlirdi 3 valentliyə. Bu da olacaq onda B variantı. Nömrə 14. 0,2 mol əsasın tam neytrallaşmasına 25,2 qram HNO sərf olub. Bu sualdan yazmışdıq. Artıq 3-cü dəfədə yazırıq bu sualı. Buna oxşar bu tip sualı. 0,2 mol əsas deyirsə, yazıram 0,2 mol əsas, məsələn, MOHN-də neçə variantlı olduğunu bilmirik. 25,2 qram nitrat turşusu sərf olub neytrallaşması. Neytrallaşmaq nə deməkdir ki? H-dan OH-ın sayı bərabər olsun deməkdir. Üzərinə gəlirəm nitrat turşusu, yəni HNO3. 25,2 qram nitrat turşusu verilib. Onun neçə mol olduğunu tapmalıyam. Bölürəm, molyar kütləsi 63-ə, bu deyilir 0,4 mol. İndi tam neytrallaşıbsa, H-OH-a bərabər olmalıdırsa, neçə OH görürsünüz, bax bu formulda 0,2 vur N. Bərabərdir 0,4, H-ın da sayı 1-dir, elə 10-4-ə. Onda N də bərabər 2 imiş. Yəni bu turşunun, bu əsasın turşuluğu 2-yə bərabər imiş. Yəni OH-ların sayı 2 imiş, cavab olacaq Y variantı. Üzr istəyirəm, D variantı. Çox səhvlər yolu verir, texniki səhvləri, yorğunluq falan var. Biz də çalışırıq ki, imtihana qədər hamısını bitirək. Nömrə 15. Z molekulunda, Z tapmaq lazımdır birinci. Z tapmaqdan ötəri bir-bir reaksiyaları yazaq. Alüminium 4, karbon 3, yəni alüminium karbid. Üzərinə su gəlir bilər. Suyu HOH kimi yazıram, alüminium birləşir OH-a. Eləyir alüminium OH3 plus.
Görəsən o biri maddə nədir? Nəzəri bilməyildisə, ancaq buradan reaksiyadan bir şey çıxarda bilərik. Solda 4 alüminium varsa, burada 4 yazsam, 12 OH atomu yaranırsa, onda vergülü bu tərəfə qoyum, üstə gəlir. Burada 12 yazmalıyım ki, 12 OH yaransın. İndi 4 dənə alüminium, 12 dənə OH-a birləşəndən sonra yerdə nə qalır? 3 karbona 12 hidrogen. 3 karbona 12 hidrogen 3 mol CH4 deməkdir. Baxın, 3 karbona 12 hidrogen düşdü. Deməli, oradan alüminium OH çıxıbsa, X maddəsi CH4-dür. CH4-ü 550-650 dərəcədə parçalama tənliyi yəqin ki, yadınıza gəlir. Əmələ gəlirdi buradan C2H4 və H2 qazı. H2 qazın çıxıblarsa tənlikdən, yerdə qalan Y maddəsi onda C2H4-dür. Bax bu. İndi həmin o C2H4-ü hidrogenləşdiriblər. Görürsünüz, bax bu reaksiyanı yazıram. Burada əmələ gələcək C2H6. Bizə deyir ki, həmin o Z maddəsində, bu da oldu Z maddəsi. S1 örtülməsi hesabına neçə rabitə var? S1 karbon atomları arasındakı rabitədir və karbon atomları arasındakı rabitə açıq zəncirli maddələrdə karbonun sayından bir vahid az idi. Yəni 2-dən 1 çıxıram, qalır qəşən çıxıram, görürsünüz. 2-dən 1 çıxanda qalır 1. Düstur yaddan çıxıbsa necə tapardıq? Bu hissəni buradan silirəm. C2H6-nın quruluşunu çəkərdik. C, 6H varsa 3 bunun olsun, 3 də bunun olsun. Bir qatlı karbonlar S3 halındadılarsa, S5 ilə S5 arası sigma rabitə bir dənə olacaq. Cavab verəcək yenə A variantı. Nömrə 16. Amoniakın alınma reaksiyası verilib. N2 üstə gəlinsin 3 mol H2, əmələ gəlib 2NH3. Reaksiyasında azot və hidrogenin başlanğıc qatılıqları uyğun olaraq 6 və 4 imiş. Başlanğıc qatılıqları azot 6 imiş, hidrogen 14 imiş. Baxışda mən 4 desəm, başlanğıcları 6 ilə 14 imiş. Tarazlıq anında, yazıram bax buradan, tarazlıq qatılığı. Tarazlıq anında azotun qatılığı 3 dəfə azalıbsa, 6-nı 3 dəfə azaltsam, yəni 6 böl 3 neçə eləyər? 2. Demək, tarazlıqda 2 mol azot qalıb. Başlanğıcı 6 idi. 2 molu qalıbsa belə çıxır ki, 4 molda reaksiya daxil olub. Yazıram bura 4 mol. Amma reaksiyadakı miqdarı nə qədərdir? 1 moldur. Deyir, bu zaman hidrogenin qatılığı neçə dəfə azalıb. Tapım görüm nə qədər hidrogen reaksiya girəcək. Məsələn, X mol. Hidrogen reaksiya girən miqdarı burada 3 moldur əmsalı. Tənasüb qurduq. X bərabər eləcək 4-ü 3-ə vuranda 12 mol. 12 mol hidrogen reaksiyaya getdi. Əvvəl neçə mol idi? 14 mol. 14 moldan 12 mol reaksiya girəndə tarazlıqda nəyə qədəri qalacaq? 2 mol. Bölünsün, litri qalacaq. Əvvəl neçə idi? 14 idi. 12-si getdi, nə qədəri qaldı? 12-si getdi, qaldı 2-si. İndi 14-dən gəlib 2-yə düşürsə neçə dəfə azalıb? Bu 7 dəfə. Deməli, hidrogenda 7 dəfə azalacaqmış. Cavab olacaq B variantı. 17-ci suala baxaq. Nömrə 17. Əsas yarım qrup elementləri verilib X və Y. Bu sualdan da yadıma gəlir, keçmiş sınaqlarda hardasa yazmışıq. X-in S3S-ində 2 elektron var. Yazıram, X-in 3S-ində 2 elektron var. 3P-sində amma 0 elektron var. Yəni 3P 0-dır. Buradan görsənir ki, S-in əmsalına görə 3 dənə təbəqə çəkməliyəm. Bunların cəmini axıra yazsam, axırda 2 olacaq. 2 8-də əvvəldə var. Bunların hamısı birlikdə 12 elektron edir. Yəni X-in 12 elektron ya da 12 protonu var imiş. Eyni şey Y üçün də düzəldək. Y-də S 2 dənədir yəni də. 3S2, P isə 5-dir. Yəni 3P5.
Yine bu S-in əmsalı qədər təbəqə çəksəm, 1, 2, 3 təbəqə, 2 ilə 5-in cəmi axıra yazsam, 2, 8 əvvəldə var. Bu dedir 17-ci element, yəni bunların cəmi. X və Y elementindən əmələ gələn birləşmənin molekulunda neçə elektron var? Gəlin görə X-dən Y necə birləşmə əmələ gətirəcək? Belə olanda danışmışdıq ki, elementlərin sonuncu təbəqələrinə baxırıq. Hansı daha çox 8-ə yaxındırsa, o elektron alacaq. Y-in sonu 7-dir. 8-i çatmaq üçün 1 elektron alacaq. Olacaq onda Y 1 valentli. Aldığı qədər valentli olur. X isə elektron verdiyinə görə bütün elektronlarını bura verəcək. Yəni ikisini verəcəkdə olacaq 2 valentli. 2-ni də 1-ə böləndə olacaq X, Y, 2 birləşməsi. X-in elektronları 12 idi. Yazıram 12 üstə gələnsə. Y-də 17 idi. Vurdum 2-yə, oldu 34. Hamısı eləyəcək 30 nə idi? 46 elektron. İkisindən birləşəndən sonra 46 elektronlar olacaq. Cavab olacaq C variantı. 18-ci misalı izah eləmişdik. Onun üçün bir yadıma gələ qrafikdə çəkmişdik. Yəqin xatırlayırsınız. Adı balaca olan böyük, böyük olan balaca deyə bir qayda var idi. Elə bunu o cürdə həll edərik. Nisbi molekul kütləsinin artma sırasını göstər deyirsə, bunlar adı ilə emir tərs asılı idi. Burada Z-in adı ən uzundur, amma emir ən balacadır. X-in adı ən balacadır, emir isə ən böyük. Çünki orada kalium daha çoxdur. Bunun haqqında danışmışıq belə bir şey. Olacaq Z, Y, X. Z, Y, X istiqamətində kütlə artacaq. Bizdən artmanı soruşur. Nömrə 19. Qatılığı 0,4 mol böl litr olan 0,4 mol böl litr olan 0,5 litr natrimaş məhlulunda C də bərabər 0,5 litr natrimaş məhlulunda natrimaşın kütləsini tapın. M bərabər suala böyük M-i də veriblər 40. Görsənir ki, C bərabər nü bölünsün V düsturundan istifadə edib nüyünü tapacaq. Nü də bərabər C vurulsun V desə, C 0,4-dür. Vırırıq, nəsə düzəltməmişəm desən, bu V-dir, bağışlayalım. C yox, V-dir, həcmdir. 0,4-də vırırıq 0,5-ə, neçə eləyəcək bu? 0,2. Demək, 0,2 mol tapdıq. Kütləsini tapmaq üçün onu da vururuq 40-a ki, neçə eləyəcək? 8 qram. Cavab olacaq A variantı. Ya da bu C bərabər nü bölünsün V düsturunu, həm də belə yaza bilərdik. C bərabərdir. Nü'nün yerinə kiçik M bölünsün böyük M qoysaydı, olacaqdı kiçik M bölünsün böyük M vurulsun V. Elə buradan kiçik M-i də tapanda hamısını bir-birinə vuracaqdı. Yenə cavab sonunda 8 eləyəcək. 20-ci misala baxırıq. Rezini hansı maddədən alırlar? Rezin alkadiyenlərdən alınırdı. Alkadiyen nəyə əmələ gətirirdi? Kauçuka əmələ gətirirdi. Daha doğrusu belə deyək, rezin əmələ gəlirdi nədən? Demək, kauçuk üstə gəlsin kükürd alınırdı rezin. Kükürdün də miqdarı 32%-ə qədər idi. Kauçuk da alınırdı alkadiyenin polimerləşməsindən. Amma ən dəqiq nə olacaq? Kauçukdan kükürdün reaksiyasından rezin alınacaq, cavab olacaq Y variantı. 21-ci suala baxırıq. Kaliumun su ilə qarşılıqlı təsirinə hansı maddə alınır? Kalium qüvvətli metaldır. Qüvvətli metal yanında suyu HOH yazırdıq və kalium suyun OH-na birləşirdi. Yəni qüvvətli metallar. Kalium OH deyilsin H2. Yəni burada kalium hidroksid alınacaq və hidrogen qazı alınacaq. Kalium hidroksid də var B variantında. Nömrə 22. Nitrat turşusu parçalanıb. Nitrat turşusu işığın təsirindən parçalananda əmələ gəlirdi su, NO2 və O2. Biz nəyin nə olduğunu hələ bilmirik. Amma bu hissədən görsənir ki, Z ilə Y-in reaksiyasından 2 dənə turşu alınıb.
O ZY də bax bunlardan üçündən ikisidir. Maddələrin kimya xassəsini biliriksə, su ilə NO2-nin reaksiyası ilıq suda baş verəndə alınır da HNO3 və HNO2. İki turşu bax buradan alınırdı. NO2 ilə suyun reaksiyasından. Onda belə çıxır Z ilə Y, biri sudur, biri də NO2-dir. Burada da Y-i də çıxarıblar. Y həm burada, həm də burada var. Onda 100% X oksigendir. X oksigendirsə, X yazıldı üzərində buna. X-in oksigen olduğu variantlara baxsaq, oksigen elə bir dənə A variantında varsa, yerdə qaldığında NO2 ilə su, yəni elə cavab A variantı eləyəcək. Çünki Y-dən Z reaksiya daxil olubsa, Y-dən Z su ilə NO2-dirsə, bu hissə Y-dən Z-dirsə, yerdə qalan X oksigen olacaq. O da bir dənə A variantında var idi. Nömrə 23. Alkanlar verilib. X və Y. X, Y alkanları. X-in molyar kütləsi M-dir, Y-in molyar kütləsi isə M plus 14-dür. Bu aradakı bu 14, yəni bunların homoloji fərq olduğunu göstərir. Özü də 14 bir dənə CH2 deməkdir. Yəni bu alkanlar biri-birindən 1 CH2 qədər fərqlənirlər. Yəni X alkanında karbonun sayı, belə yazaq, karbonun sayı N-dirsə, Y-də isə karbonun sayı bir dənə artıqdır. N plus 1-dir. O bir dənə artıq, bax, bu 14-dən yarandı. Çünki üzü maddələr homoloq olanda biri-birindən CH2, yəni 14 vaid fərqlənirdilər. Biri N, biri N plus 1 oldusa, hibrid orbitalların düsturu nəyə bərabərdir? 4N-ə. Bir dəfə N qoyuruq, bax, elə N qoydum, 4N-lərdir. Bir dəfə də 4N plus 1 yazacaq, olacaq 4N, üstə gəlinsin 4. Bunların arasındakı fərq nə qədər eləyəcək? 4 vahid. Cavab eləyəcək 4. Demək, hibrid orbitalları 4N oldu. Bir dəfə N qoydum, elə 4N qalacaq. Bir dəfə də N plus 1 qoydum, 4N üstə gəl 4 oldu. Fərq oldu 4. 24-cü sual. Hansı hadisə zamanı istilik udulur? N2 üstə gəl O2 birləşmə reaksiyası olsa da endotermik idi. Şimşək çaxanda baş verən reaksiya. S üstə gəl O2 kömürün yanmasıdır. Yanmadırsa bu eksotermik idi. Kalsium CO3-ün parçalanma reaksiyaları endotermik idi. H2 üstə gəl xlor edir H-xlor. Birləşmə reaksiyası da eksotermikdir. İstilik udulur, yəni mənfi 2 olan reaksiyadan gedir söhbət. 1-də, bir də 3-də. Nömrə 25. Bərabər kütlədə götürülmüş kalsiyum və oksigenin reaksiyası zamanı. Kalsiyum və oksigenin reaksiyasından alınır kalsiyum oksid. 2 mol, bu da 2 mol. Bərabər kütlə deyirsə, məsələn, buna da bir M qram yazıram, oksigenə də bir M qram yazıram. Qram yazmışamsa, təbii ki, aşağısında emerlərin yazmalıyam, əmsalları nəzərə almaqla. Zamanı maddələrdən biri tam sərf olunarsa, artıq belə misalları öyrənmişdik ki, və yuxarını aşağıya bölürdü, müqayisə edirdi. Məsələn, M bölünsün 80, bu da olacaq M bölünsün 32. Buradan görsən ki, oksigen böyükdür. Oksigen böyükdür, o deməkdir ki, oksigen tam getmir bir reaksiya. Tam gedən kalsiyumdur. Onda M-i buradan silirəm. Amma yadda saxlayıram ki, başlanğıcı M idi. Maddələrdən biri tam sərf oldu. Tam sərf olan oldu kalsiyum. Deyir, digər neçə faiz reaksiya daxil olar? Tənasüb qrup tapıram, görüm, bu nə qədər reaksiya daxil olacaq? Oksigen. X bərabərdir. 32-ni vuracam M-ə, böləcəm 2 vur 40, yəni 80-ə. 32-ni də 80-ə böləndə edəcək 0,4 M. Əvvəl bunun kütləsi M idi başlanğıcda. Reaksiya girəni oldu 0,4 M. O da neçə faiz eləyər? Yəni 0,4 M-i bölərik. Ümumi M-ə vurarıq 100-ə eləyəcək 40%. Demək 40% reaksiya daxil olar.
digər maddəni, yəni oksigenin. Yaxşı, maraqlı sual idi. Nömrə 26. Maddə verilib natrium 2SO4. Mol miqdarı 2,5 moldur. Dissosiasiyası 80%-dir. Yəni 2,5 molun 80% dissosiasiya edəcək. Onu tapmaq lazımdır. 2,5-in 80% edir 2 mol. Deməli, natrium 2SO4 2 mol dissosiasiya edəcək. Yazıram üzərindən 2 mol. Özü isə neçə molda görsənir? 1 mol. Əmələ gələn natrium müsbət ionlarının mol sayını tapın. Burada dissosiasiya edəndə əmələ gəlir 2 natrium müsbət və SO4 2 mənfi. 1 molundan 2 mol natrium ionu əmələ gəlibsə, 2 moldan da nə qədər əmələ gələcək? Yəqin ki, 4 mol. Cavab eləyəcək 4. Deməli, əvvəlcə başlanğıc molun dissosiasiya edənini tapdıq 80%, 2,5-in 80% 2 elədi. Sonra maddəni dissosiasiya etdirib ionların sayını tapdıq. İstəsə cavabı belə də tapa bilərdi. Yazardım 2 mol natrium 2SO4 və burada neçə mol natrium görürsünüz? 4 mol. 2-2-ni 4 eləyərdi. Tənliyə də ehtiyac qalmazdı. Bu da 26-cı sual. 27-ci sual uyğunluqdur. Görək nəyi soruşur. Gliserin, etanol, etilen glikol. Gliserin 3 atomlu spirtdir. 3 mol OH var. Etanol 1 atomlu spirtdir. 1 mol OH var. 1 molunda. Etilen glikol isə 2 atomlu spirtdir. 2 mol OH var. 1 molun tam efirləşməsindən sərf olan nitrat turşunun mol miqdarı ilə OH-ların sayına bərabər olmalıdır. Demək, gliserin 3 OH varsa 3 mol lazım olacaq, yəni C. Etanolun 1 OH varsa demək 1 mol lazım olacaq, yəni A. 2 mol da lazım olacaq, onda B. Yəni cavab olacaq 1C, 2A, 3B. Efirləşmə reaksiyasında OH nə qədər varsa, nitrat turşusu o qədər sərf olunurdu. 27-ni də yazdıq, gəlib çatdıq 28 ətraflı yazılı cavab tələb edən tapşırıqlara. Nömrə 28. Azot və hidrogen qarışığında baş verən reaksiya zamanı. Azot üzərinə gəldi hidrogen. Keçən dəfəki ətrafında bir dənə belə qrafik var idi. Qrafikdə rəqəmi doğru görməmişdik. Başlanğıcda səhv yazıb sonra düzəltdik. Ona görə çalışıb diqqətli baxaq rəqəmlərə, qrafikə. Azot və hidrogen arasında baş verən reaksiya zamanı yazdıq. Reaksiya daxil olan maddələrin kütləsinin. Reaksiya daxil olan maddə azot və hidrogendir. Kütlələrinin zamanından asılı qrafiki verilmişdir. Kütlələri bunlar başlanğıcda 40 imiş ikisi də. Hər ikisi 40 qram imiş. Qramla göstəriblər. Azot gəlib düşüb 26-ya. Azotun 26-ya gəlib düşməsi o deməkdir ki, 14 qram reaksiya daxil olub. Yazdım 14 qram. Amma tənliyimizdə reaksiya daxil olan kütləsi 28-dir. Hidrogen isə 40-dan gəlib N-ə düşüb. N-i bilmirik neçədir və bizə deyir ki, qrafik əsasən taza müddətində sərf olan azotun mol miqdarını tapın. Sərf olan azot, demək, azot 40-dan 26-ya düşübsə, deməli 40 çıxılsın 26 bərabər 14 qram sərf olub deməkdir. 14 qram azot neçə mol eləyər? Mol miqdarını soruşur. Yazaram bura x mol. Azot özü 28-dir, bu da eləyəcək 1 mol. Onda x bərabər olacaq 0,5 mola. Demək, 1-i tapdım. 1 oldu 0,5. Və N-i tapın. N-də hidrogenin yerdə qalanıdır, yəni getməyənidir. Onun üçün nə edirik? Bu 40-ı buradan silirik. Yazıram nə qədər hidrogen reaksiya gedər? X qram. Aşağıda da reaksiya gedən kütləsi 3 vurulsun 2-dir. Belə bir tənasib quraram. Yuxarıda yazaram, x bərabərdir. 28-dən 14 getsə, burada qalar 2. 2-dən 2 getsə, x bərabər olacaq 3 qram. 3 qram hidrogen reaksiyaya daxil olur. Amma başlanğıcı 40 idi. 40-dan da çıxanda həmin o 3 qramı, yerdə qalacaq onda 37 qram hidrogen. Yəni, N də bərabər olacaq 37-yə, cavabı olacaq buradan 37. 28-in cavabı həlli belə.
29-cu sual. Xromun isti qatı sulfat turşusu ilə reaksiya tənliyini yazın. Xrom üzərinə gəldi isti qatı sulfat turşusu. Artıq neçə sınaq qəbuldur yazırıq. Bu misal dəmirlə verilirdi. Dəmir isti qatı sulfat turşusuna proses eyni idi. Xrom 2, SO4 3 alınır. SO2 və su əmələ gəlir. SO2-ni yaxşı yazmadıq, hörmətsizlik olmasın SO2-yə. SO2 və su. Yazın və əmsallaşdırın. Tanışmışdıq da bununla bağlı xeyli. Xrom burada müsbət 3, yəni 3 valentlidir. Və hər bir metalın 1 molu qatı sulfat turşusundan valentinin yarısı qədər SO2 çıxardır. 3-ün yarısı nə qədər edir? 1,5. Demək, SO2 1,5 çıxmalıdır. Amma xrom burada 2 mol olduğuna görə indeksində 2 yazaram qarşısına. 1 molu 1,1 çıxardanda 2 molu da 3 mol çıxaracaq. Bunu düzəltdik. İndi artıq bunlar sizin lazım deyil bizə. Qalanları əmsallaşdıraq. Deməli, xromları bərabərləşdirdik. 3S burada var, 3S də burada var. Sidir 6. Deməli, turşun əmsalını 6 yazaram. Suya da qoyaram 6. Tənlik bərabərləşər. Tənliyimiz bərabərləşdi daha doğrusu. Burada molu ən çox olan X-dir. Bizdə də molu ən çox olan maddələrə baxsaq, sudur, 6 moldur. Demək, suyun üzərinə yazacağım 3,6. Bizə deyir ki, qrafik əsasən neçə mol Z əmələ gələr. Z də molu ən aşağıda olandır. Bizdə də molu ən aşağıda olan xrom 2O3-dür, 1 moldur. Yazıram orada Z. Və tənasib qururam. Xrom 2SO4 3 özü 1 moldur, sudakı 6 moldur. Tənasübdən Z bərabər 3,6-nı 6-ya böləndə olacaq 0,6 mol. Z-i də tapdıq. Tənli yazdıq, əmsallaşdırdıq, Z-i də tapdıq. Bu da 29-cu sualın cavabı. 30-a baxaq. Benzol sırası karbohidrogen, yəni CN H2-6. Molekulda karbonların sayı A verilib. Hidrogenlər isə A üstəgəl 3 verilib. Yəni hidrogenlər karbondan 3 vahid çoxdur. Yəni karbonun üzərinə 3 gəlsəm, hidrogenlərin sayına bərabərləşərlər. Bu deməkdir. Onda buradan N bərabər eləyəcək 9. Həqiqətən də C9 H12 yazacağım formulu. Hidrogen karbondan 3 vahid çox oldu. Düppədüz. A-nı tapın. Yəni karbonun sayını tapın. Tapdım. A 9 elədi. Yəni karbonun sayı 9. X-in molekulunda sp3 hibrid orbitallarının sayını tapın. Benzol sırası karbohidrogenlərin hamısında benzol həlqəsi var idi. Bax, benzol həlqəsini çəkdim. Benzol həlqəsində neçə karbon sərf edirik? 6 karbon. Biz tapmışıq karbon nə qədərdir? 9. Deyəm, bu 9 dənəsindən 3 dənəsi belə kənardakı karbonlardır. Və bu kənardakı karbonlarda hamısı bir qatla birləşiblər. Deyə nə haldadılar? sp3 halındadılar. sp3-ün də neçə buludu olurdu? 4 buludu. 4, bu da 4 eləsə, cəmi eləyəcək 12 dənə sp3 hibrid orbitallar. Bu da oldu 2-nin cavabı. 30-u da həll elədik. Qaldı sizlə 2024-cü ildə 14 iyul tarixində keçirilən qəbul imtahanı izahları. O da sağlıq olsun, bugün axşama qədər vaxt tapıb yazıb paylaşarıq. Və bununla da mənim sizə verdiyim söz bitir. Yəni 2016-cı ildən başlayaraq 2025-ci ilə qədər DİM-in keçirtdiyi bütün sınaq və qəbulların izahlarını yazdım və sizlərlə də bölüşdüm. Kim nə qədər istifadə etdisə, qalar xoş olsun. Ən azından dərslərinizə biraz da olsun bir yararımız toxundursa, bu da mənim üçün çox yaxşı haldır. Bunlar da bitəndən sonra danışdığımız kimi model testlərini izah etməyə başlayacaq. Ta 2025-ci ilə qədər, bu da sağlıq olsun, imtahan tarixinə qədər hamısı bitəcək. Bu qədər. Sağlıqla qalın, özünüzə yaxşı baxın.